Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bu videomda suvenir quş yuvası hazırlayacağım. Novruz xonçalarında da kiçik miniatür kimi istifadə edə bilərsiniz. Əvvəlcə bizə kardon lazım olacaq ki, yuvanın özünü hazırlayaq. Daha sonra əlavə kiçik dekorlardan bəzəyəcəm. Yuvanın ölçüsünü zövqünüzə uyğun formada eləyə bilərsiniz. Əvvəlcə alt kardonu kəsib, daha sonra yan tərəflər üçün kardon kəsirik, ona uyğun ölçürük. Əvvəlcə yuvanı hazırlamaq üçün düzbucaqlı formada qutunu hazırlayacağım. Əvvəlcə düzbucaqlı formanı hazırlayacağım. Onu da deyim ki, bu quş yuvasının ən sadə maketidir. Çünki mən bu formada hazırlayıb, daha sonra damını ayrıca hazırlayacağım. Amma istəsəz birbaşa 5 bucaqlı formada fiqur kəsib, yəni həm alt hissə, həm dam da, 3 bucaq dam hissə bir yerdə olar. Mən ayrı-ayrı kəsdim ki, hazırlanması daha rahat olsun. Dam hissənin çox önə çıxmağını istəmirəm, yəni kənar çıxıntıların. Ona görə biraz kəsdim ki, ensiz olsun. İstənilən rəngli kağıza bükə bilərsiniz ki, daha gözəl görünsün. Yəni, bu üz qabığıdır. Rəng seçimi sizə qalıb. Mən sadə ağ fon seçdim ki, üzərinə şəkil yapışdıracağım. Dam hissəni isə mavi kağızdan elədim. Hədiyyəlik kağızdır. 2 üzlüdür. Yəni, bir üzü parlaq formada, naxışlı formadadır. Sadə vatmandan da istifadə edə bilərsiniz. Yaxud adi rəngli kağızlar olur məktəblilər üçün. Onunla da bükə bilərsiniz. Keçə ilə də yapışdıra bilərsiniz. Mən bundan öncəki videolarımda keçədən hazırlamışdım quş yuvası. Və bu hissənin ölçüsünü alandan sonra üçbucaq formada kardonu kəsirik. Az öncə qeyd etdiyim kimi mən ayrı-ayrı kəsdim belə iki hissədən. Hazırlamaq asan olsun, hər biriniz baxıb rahatlıqla hazırlaya biləsiniz. Amma birbaşa da kəsə bilərsiniz. Yəni bu üçbucaqla alt hissədəki düzbucaq kardonu bir yerdə kəsib yapışdıra bilərsiniz.
və adi quş şəkli yapışdıracağım. İstədiyiniz şəkildən istifadə edib quş yuvasını bəzəyə bilərsiniz. Taxta görüntüsünü əldə etmək üçün sadə karandaşla düz xəttlər çəkəcəm. Daha sonra qələmin izini itirmək üçün pambıqla silirəm ki, həm belə olduqda kağız ağ qalmır, biraz boz rəngə çalır və eyni zamanda karandaşın izi itir. Ön hissə üçün qara kağızdan dairə kəsdim. İstəsəz markerlə də sadə dairə çəkə bilərsiniz. Damın örtüyündə istifadə etdiyim kağızdan balaca qapı kəsdim. Satışda bu formada çəpərlər var. Bunun kiçiyi də var. Hansını istəsəz alıb dekor kimi istifadə edə bilərsiniz. Və kənar hissəyə belə balaca göbələyi yapışdıracağım. Bu göbələyi öncəki videolarımda fındıq qabığından hazırlamışam. İstəsəz buyurub izləyib özünüz hazırlaya bilərsiniz. Və yaxud da satışda hazır formada var, ala bilərsiniz. Mənim maketim hazırdır. Ümid edirəm videom sizlərin də ürəyincə olacaq. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun, növbəti videolarda görüşənədək. Kanalımıza abunə olmağı, videolarımıza rəy bildirməyi unutmayın.